təhlilimizi. Bugünkü dərsimiz nədir? Fe'li birləşmələri necə tapırıq? Fe'li birləşməni tapmağın yolları. Deməli, fe'li birləşmələri tapmaq üçün birinci qayda nədir? Birinci qayda təsriflənməyən formaları, şəkilçilərin əzbər bilməlidir. Yəni, məstər, fe'li bağlama və fe'li sifət. Bunlar şəkilçilərin əzbər bilməliyik. Yəni, bu sizin nöqtənizə düşür. İkinci qayda nədir? Misal üçün, cümlə yazaq. Mən dağdan enəndə Akif danışdı. Düzdür. Tərkibi tapmaq istəyirik. Görürəm ki, fe'li sifət, fe'li bağlama və yaxud da məstər var bu cümlədə. Andə. Bəli, afərin, andə. Bunu yadımızda saxlayırıq və başlayırıq sintaktik təhlil eləməyə. Mən dağdan enəndə Akif danışdı. Danışdı, xəbər. Kim danışır? Akif. Aha. Enəndə danışdı. Nə zaman? Dağdan enəndə. Düzdür. Bunu götürürəm. Hələ dağdana getmirik. Və tərkib olmağın, deməli, bunlar daha çox tərkib yaradır. Yəni, nə tərtəbırıq? Bunun özündən əvvəl gələn sözlər. Görək, buna tabidir, yoxsa xəbərlə tabidir. Dağdan danışdı deyə bilirəm. Dağdan enəndə. Düzdür. Mən danışdı deyə bilirəm. Mən enəndə. Düzdür. Özündən əvvəl gələn sözlər özünə tabidir. Deməli, bu nədir? Bütövlükdə fe'li bağlama tərkibi. Başa düşdün? Başqa digər nümunələrə nəzər salaq. Silcimiz hanı? Deməli, birinci qaydamız nədir? Şəkilçi. Əzbər bilmək. Bəli, əzbər bilmək. Daha sonra belə deyək. Cəsarətlə gülən oğlan mənim dostumdur. Xəbər hansıdır? Dostumdur. Aha, dostumdur. Bəs yaxşı, yəli çal müstəqil cümləsi ola bilər. Yox. Özündən sonra nə ilə birləşməlidir? Mənsubiyyətlə birləşməlidir. Yəli hal bir məqamda müstəqil cümləsi olur, xəbər olduqda. Məsələn, mənimdir, sənindir, onundur və s. Qalan məqamda mənsubiyyət gəlir və mənsubiyyətlə birləşməlidir. Mənim dostumdur. Üçüncü nöqtə hesabı. Düzdür. Kim dostumdur? Cəsarətlə gülən oğlan. Xeyr. Oğlan. Təhlilə necə fikir veririk? Təhlildə hər zaman buradan başlayırıq. Arxadan. Birinci xəbərini tapıram, müftədanın sualını verib tapıram. Mənim dostumdur. Kim mənim dostumdur? Oğlan. Oğlan. Xəbərdən əvvəl müftədanın sualını verirəm. Tapıram, ondan sonra bir başlayırıq arxadan. Ondan sonra bura gəlirik. Gülən mənim dostumdur deyə bilmirəm. Düzdür. Xəbərlə əlaqələnməyən sözün iki vəziyyət var. Bir, təyin ola bilir. İki, özündən sonraki sözlə birləşib tərkib yaradır. Baxaq, birinci təyin sualını veririk. Hansı oğlan? Deyə bilirik. Bəli, gülən oğlan. Və dedik ki, əgər cümlədə təsriflənməyən formanın şəkilçisi varsa, var. Anən, fe'li sifət. Bəli. Şəkilçisi varsa, mübtədadan başqa özündən əvvəl gələn sözləri xəbərə tabi deyilsə, bax, fikir ver. Xəbərə tabi deyilsə, özündən əvvəl gələn sözləri özünə tabidir. Bax, cəsarətlə gülər deyə bilirəm. Deməli, avtomatik, bax, bu tərkib yaradır. Hansı oğlan? Cəsarətlə gülən oğlan. Başa düşdün? Başqa bir nümunələrə nəzər salaq. Onlar uşaqlara güləndə susurdum. Düzdür. Xəbərim. Susurdum. Aha. Baxıram. Kim susurdu? Mən. Müftədanı tapdım.
Birinci xəbər və xəbərdən əvvələ mübtədanın sual verir, mübtədanı tapırıq. Düzdür. Sonra gəlirik, başlayırıq bir-bir xəbərdən əvvəlcələri təhlil eləməyə. Güləndə susurdum. Feili bağlama nə zaman? Afərin, nə zaman? Feili bağlama 80% belə deyək ki, zaman zərfliyi olur. Bax, andəndə ya. Andəndə çox zaman zərfliyi olur. Uşaqlara susurdum deyə bilirsən? Xeyr. Nə olacaq? Xəbərlə əlaqələnmə sözün neçə vəziyyət var? Bir təyin olmaq, ikincisi də özündən sonrakıya birləşir. Amma feili tərkibləri, belə deyək, feilin təsriflənməyən formalarının qabağında təyin ola bilməz. Düzdür, deməli birinci vəziyyəti silib elə birbaşa birləşdiririk. Mübtədanı tapdım, yerdə qalanı. Uşaqlara güləndə, onlar güləndə. Hamısı xəbərlə bununla əlaqələnir, güləndə ilə. Deməli nə olacaq? Bütövlükdə tərkib. Gördün? Mübtəda, zərflik və xəbərdən ibarətdir. Qoy markerin qapağını çıxardım barmağımdan. Keçən səfər demişdilər ki, müəllimə markerin qapağını taxır. Başqa bir nümunəyə nəzər salır. Onlar aydın sənə? Bəli. Aha, laf yaxşı. Sonra nəyə deyəcəm? Nəyə fikir vermək lazımdır? Bax, təyin məsələsinə. Feili birləşmələrin qabağında təyin olmur. Amma ismi birləşmələrin qabağında təyin ola bilər. Deməli, feili bayaqlar dedik, xəbərlə əlaqələnməyənin sözün iki vəziyyət var. Birinci təyin olmaq, ikinci birləşmə. Feili birləşmə varsa, orada təyin olmaq söhbəti olmur. Başa düşdün? Misal üçün deyirəm ki, cəsarətli oğlan güləndə hamı susdu. Cümləmizə baxıram. Birinci geniş aspektdən cümləyə baxmalıyıq. Cümləni təhlil eləməliyik. Cəsarətli oğlan güləndə hamı susdu. Xəbərim. Susdu. Nəyi tapmalıyım? Mübtəda. Necə tapırıq? Sual verməli. Aha, nəyə sual? Bəli, xəbərdən əvvəl sual verir. Kim susdu? Oğlan. Afərin. Oğlan. Afərin deməyək. Bax, bilmir. Gör, oğlan susur. Hamı susdu, bəli. Afərin, hamı susur. Sonra başlayırıq necə tapmağa? Bura keçirik, bura keçirik, bura keçirik. Hansına keçirik? Ondan əvvələ Aysa, yəni mübtədadan burada əvvəlki, yəni xəbərdən başlayırıq bir-bir önə doğru təhlil eləmək. Feili birləşmə olduğu üçün təyin məsələsini Hələ çıxardıq. baxırıq, belə qaçmırıq. Güləndə susdu deyə bilirəm. Bəli. Sual ver. Nə zaman? Aha. Feili bağlama var. Bəli. Mübtədanı tapmışam. Bəli. Başlayıram bir-bir təhlil eləmək. Oğlan. Susmayayım, hamı susur. Oğlan güləndə deyə bilirəm. Cəsarətlə oğlan. Deməli, hamısı güləndə, bax bu gülənliyə, bu da buna tabidir. Yaxşı, mən bunu tutaq ki, götürdüm bu cür. Oğlan güləndə deyə bilirəm, düzdür. Bəs cəsarətli oğlan necə oğlan deməliyim, yoxsa bütöv eləməliyim, birləşdirməliyim? İndi bu təyin məsələsi var idi. Aha, bəli. Feili birləşmə daxilindədir. Ona görə biz onu təyin götürə bilmərik. Afərin. Deməli, feili birləşmənin qarşısında təyin ola bilər, ola bilməz? Ola bilməz. Afərin. Cəsarətli oğlan güləndə hamı susur. Başa düşdün? Bəs yaxşı. Cəsarətli oğlanın gülməyinə hamı təəccübləndi. Buyur, nə tapırsan birinci? Birinci xəbərim. Aha. Niyə təəccübləndi? Xəbər şəklində. Sonra nəyini tapırıq? Mübtədanı hamı təəccübləndi. Bəli, kim, hamı. Bəli. Aha. Sonra başlayırıq bir buradan təhlil etməyə. Təsviflənməyən formanı gördüm. Gülməyinə. Aha. Götürdü onu. Gülməyinə təəccübləndi. Bəli. Nəyə təəccübləndi? Bəli, alınırdı. Onu zaman olaraq götürürük, zərflik olaraq götürürük. Zərflik yoxsa nəyə? Tamamlıq. Bəli. Nəyə təəccübləndi gülməyinə? Yaxşı, oğlanın təəccübləndi deyə bilirəm. Xeyr. Deməli, nə olmalıdır? Oğlanın gülməyinə. Tamamlıq.
Bəs yaxşı, indi cəsarətli olan cümlələr tərkib yaradacaq olur. İndi gülməyinə orada feil deyənə. Yox, feili birləşmə olduğu üçün. Təsriflənmə formasında. İndi burada feili bağlama tərkib götürəcəyik. Xeyr, çünki mən burada təyin yoxdur da, təyin yenə çıxarır orada məsələdə. İndi yox, onu demirəm mən sənə. Bu məsdər tərkibidir, yoxsa ismi birləşmədir? Məsdər tərkib. Nəyə görə məsdər tərkibi götürürsən? Şəkil dərəcədə k-yə keçir, ç-yə keçir. Ç-yə keçir. Bəs yaxşı, yəni bunu deyirsən, bunu gördüyüm üçün birbaşa məsdər tərkibi götürürəm. Bəs yaxşı, 3-cü növ TSV-nin əlamətini deyərlə mənə? 3-cü növ TSV-nin əlaməti mənim əvvəlində yəlik şəkil çıxarmalıdır. Sonra da mənsubiyyət şəklinin 3-cü şəxsinin təki. Yoxdur, yəlik və mənsubiyyət yoxdur. Yəlik var, mənsubiyyət də var. Bəli. Deməli, neçənci növ TSV götürürük? 3-cü növ TSV götürürük. Ay müəllim, bəs bunu niyə biz məsdər tərkibi götürmədik? Çünki 3-cü növ TSV-nin əlamətini daşıyır və məsdərin də isimləşmə xüsusiyyəti var. Bildin? Yəni, əsas tərəf ismin xüsusiyyətlərini daşıyır. Bax, indi bununla bağlı bir şey deyəcəm. Deməli, onun gülməyinə, oğlanın gülməyinə 3-cü növ TSV, düzdür? Bəs yaxşı, cəsarətli sözünü birləşdirməliyəm, yoxsa təhlil eləməliyəm? Burada çünki ismi birləşmə təyin alınır. Aha, bəli. İsmi birləşmədir, feili birləşmə olsaydı qara xortum kimi hər şeyi içinə çəkəcək demişik, düzdür? Amma ismi birləşmələrdə o cür deyil. Yəni, bunun bir sərhəddi var. Birinci tərəf budur, ikinci tərəf budur. Amma bunun sərhəddi yoxdur. Əsas tərəfi var. Amma əvvəli nə olacaq bilə bilmərik. Başa düşdüyün, sadəcə tabi edə gedirik. İndi bax, bununla bağlı bir dənə də nümunə yazaq. İsmi birləşmə, feil birləşməni qarışdırmamaq üçün. Onun danışdığı məsələ maraqlı idi. Buyur, xəbərini tap. İdi, gördüm, maraqlı idi bir Aha, bütöv xəbər, maraqlı idi. Nə maraqlı idi? Məsələ maraqlı idi. Afərin, müftədamı tapdın. Dıq mənsubiyyət görürəm, feili sifət. Onu gördüm. Amma onun yəlik şəkilçisi görürəm. Sən niyə özünü bu qədər çaşdırırsan? Bunun sualını tapaq, keçə bax, bunu görürük. Bir baxırıq sözlərə. Danışdığı maraqlı idi deyə bilmirəm. Xəbərlə əlaqələnməyən sözün iki vəziyyət var. Bir təyin olmaq, bir birləşmək. Təyin elərlər. Danışdığı məsələ. Hansı məsələ? Bəli, deyə bilirik də təyin. Deməli, bu təyindir. Onun yəlidir. Yəliyi xəbərlə əlaqələndirməliyəm, yoxsa avtomatik neyləməliyəm? Xəbərlə əlaqədar məsələ. Yox, yəliyi var. O birisi mənsubiyyət şəkilçinin Bəli, üçüncü şəxs olduğunu mənsubiyyəti tapmalıyam. Onun danışdığı bütöv olacaq. Söz yox, burada mənsubiyyət artıq qəlibləşib. İndi bunu deyəcəyik. Onun danışdığı məsələ. Yaxşı, indi bu birləşməni sənə deyir ki, cümlədə təyin 3-cü növ TSV ilə ifadə olunur. Düzdür, səhvdir? Təyin 3-cü növ TSV etdim mən. Nəyə görə 3-cü növ TSV? Mənsubiyyət var. Hanı mənsubiyyət? Dıq mənsubiyyət. Dıq plus mənsubiyyət. Yaxşı, biz feili sifətdə bunu bu cür götürürdük, yoxsa bu cür götürürdük? Bu cür, yuxarıdakı kimi. Bəli, birinci. Düzdür, deyirəm, bu səhvdir. Bəs yaxşı, bu cür götürürsənsə, bunun hanı mənsubiyyəti? Birbaşa feili sifət şəkilçisi olur. Bəli, feili sifəti deyirik axı qəlibləşib. Başa düşdün? Yəni artıq bu mənsubiyyət olma əlamətini itirir. Bildin? İndi əsas tərəf mənsubiyyət yoxdur. Yalnız feili sifət var. Sən buna sözlər TSV deyə bilərsən? Xeyr. Xeyr. Biz buna nə deyəcəyik? Tərkib. Bəli, feili sifət tərkibi. Yəni, bax, onun gülməyi maqmək məsdərdir. Mənsubiyyəti qəbul edikdə bu cür gedir. Düzdür? Mənsubiyyəti mən əsas tərəfə görə həmişə çıxış edirəm. Burada nə olur, fərqi yoxdur. Əsas tərəfində mənsubiyyət varsa, mən ona görə yəliklə birləşdirib 3-cü növ TSV götürdüm. Amma burada mənsubiyyəti görə bilmirəm mən. Onun üçün dıq plus ı şəkilçilə sözləri mən həmişə nə götürürəm? Tərkib. Tərkib götürürəm. Başa düşdün? Onun danışdığı, mənim yazdığım və s. bunlar həmişə tərkib olur. Aydınlığı birləşmə.